Səhhətində yaranan problem səbəbindən həkimə müraciət edən qadın dünyasını dəyişib. Hadisə Respublika Diaqnostika Mərkəzində baş verib və mərhumun qızı Lamiyə Quliyeva da Baku TV-yə müsahibəsində öz şikayətini bildirib. Bildirir ki, anası Ziyafət Səfiyevanın başında xoşxassəli şiş aşkarlanıb və o xəstəxanaya yerləşdirərək əməliyyat olunub. Lakin əməliyyatdan sonra qadın həyatını itirib. Lamiyə Quliyeva anasının ölümündə həkimləri günahlandırır. Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu çox sadə bir əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və bu əməliyyata başlayıblar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə bilmirəm dedi. Mənim anamın günahı nə idi? 36.000 manat verdim, amma anamı öldürüb mənə verdilər deyə Lamiyə Quliyeva bildirib. Həqiqətən də dəyərli izləyicilər, çox dəhşətli bir hadisədir. Bizim ümumiyyətlə çox tez-tez bu cür hadisələrin şahidi oluruq ki, savadsız həkimlərin sayı, savadsız tibb işçilərinin sayı kifayət qədərdir. Səhiyyə sistemimizdə savadlılar da var, peşəkarları da var, amma bu cür savadsızları da, işini bilməyən naşı tibb işçiləri də var. Təbii ki, bu da səhiyyə sistemimizdə həqiqətən də problemlər müşahidə olunur. Bu bir çox məsələlərdə öz əksini göstərir. Üstəlik bu cür bahalı bir əməliyyat və sən həkimsən. Təbii ki, əməliyyata girmədən öncə xəstədən analizlər götürülür, yoxlanılır. Xəstəyə bu əməliyyat olarmı, olmazmı? Yəni, bu sənin səlahiyyətindədir. Təbii ki, insan həyatı heç nədən sığortalanmayıb, amma sən bir həkim olaraq bir əməliyyata xəstəni qəbul edirsənsə, ondan analizləri götürürsən, ona özü də demirsən ki, sadə bir əməliyyatdır, qorxulu bir şey yoxdur. O əminliyi həkim verməlidir pasiyentə, o həkimə güvənir. Xəstə həkimə güvənərək gəlir, həkimi bir xilaskar kimi görür öz problemlərinin həllində. Təbii ki, göydə Allah, yerdə vasitəçi həkimdir. İnsanların sağlamlığı baxımından insanlar həkimə ümid olub gedir. Bəs indi kimə ümid olub getsinlər? Artıq həkimlər də güvəniləcək, əksər həkimlər güvəniləcək bir səviyyədə deyil. Öz maraqlarına güdürlər.